Peyğəmbər salavatullah buyurur, Əl-həccü əfzəlül cihad. Həcc ən fəzilətli cihaddır. Təbii ki, ad alidir, amma gərək hər birimiz o ziyarətlərin adını da qoruyub saxlaya bilək. Bizim bir millət olaraq, bir xalq olaraq milli mental adət ənənələrimiz var və xüsusilə bu dində olanlara və xüsusilə bu ziyarətdə olanlara böyük hörmət, ehtiram. Amma gərək biz əməlimizlə bizür etməyək ki, o ada xələl gətirək, o adı hörmətdən salaq. Bücür olmayaq ki, elə Məşədilər, Kərbəlayilər, həccə gedib gələn hacılar da o adın əzəmət və o gözəlliyin qoruyub saxlaya bilmədiyi üçün biz ona zinət əvəzinə ləkə olaq. Belə olanlardan gərək insan olmasın.